Salam əziz izləyicilərimiz, gözəl xanımlar. Yeni vloqumuza xoş gəldiniz. Əzizlərim, indi bu etdiyim çəkiliş yenə təkrar bir vloqun üzərinə bir çəkilişdir. İzləyicimin istəyi ilə bunu çəkirəm. Bundan sonraki izləyəcəyiniz kadrlar artıq sırada olan, paylaşımda olası vloqum olacaq xanımlar. Bu çəkiliş bitəndən sonra anlayacaqsınız ki, o bir kadr vloqun özüdür xanımlar. Bir izləyicim xanımlar yazdı, məndən xahiş etdi. Emin yoxsa Emil adıyla səhv edə bilərəm, birdən adını səhv deyərəm. Bacımız soruşdu ki, Sevinç bacı, sən hansı biliznadan, yəni ağ paltarlar üçün istifadə edirsən, onu mənə çəkib göstərərdin, xahiş edirəm. Baxın, elə gətirdim bura. İndi şkafda məndə hal-hazırda xanımlar 2 dənə yoxsa bundan 3 dənədir, bilmirəm. Deyəsən bundan 3 dənədir. Qoyun belə uzaqlaşdırım. Baxın belədir. Bunun üzərində görürsünüz paltar şəkili var. Futbolka, yəni birinci bozdur. Baxın belə. Yəni bununla yuyulandan sonra rəngi belə ağarır. Baxın üzərində belə. İstəsəniz skrində edə bilərsiniz. Əsasən ağ paltarlar üçün budur xanımlar. Və bunun qapağı baxın bu formadadır. Bu mənə rahat deyil deyə. Mən rahat deyirəm, həmişə ən azından bir dənəsində beləsini alsın. Bu istifadə etməyə çox rahatdır. Baxın belə bu formada. Amma bunun üzərində baxın belə hamam təmizləmək üçündür, görürsünüz. Yəni əslində mənim üçün bu fərq etmir. Çünki istifadə edirəm illərdir, heç bir fərq görmürəm xanımlar. O bacımız yazmışdı ki, mən birini aldım, üzərində deyir qaz plitəsinin şəklidir. Yəni qaz baxın bu plitəni belə təmizləmək üçün. Amma eləsi heç raf almayıb heç vaxt. Eləsi qarşıma çıxmayıb mənim. Onu bilmirəm. O yəqin ki, mətbəxdə rahat olar. Amma məndə həmişə baxın bundan olubdu. Bunlarda təzəlikcə çıxıb. Bəlkə də raf təzəlikcə alır, 1-2 ildir beləsini alır. Bəlkə də illər öncə də var, olub bilmirəm. Raf indi harca 1-2 ildir beləsini alır da xanımlar. Yəni vloqlardan da hətta izləyə bilərsiniz. Həmişə bu formadasını alıb. Baxın, indi mən bunu mətbəxə qoymuşam. Bunu istifadə edirəm. Yenə deyim, nədə istifadə edirəm? Həm paltar yumada, ağlarım olanda. Sonra baxın bu qaz plitəsidir. Nə bilim mətbəxdə bütün təmizlikdə, moykanın içində belə yuram. İstifadə etdiyim o dəsmalı da yuram. Yəni hər şey bununla yuram xanımlar. Yəni əslində düzdür, indi burada hamam şəklidir, amma nə olsun ki, yəni o hamamda olub nəsə buna olmayıb ki, yəni içində təmizləyici, yəni geldir də. Və paltarları da əlavə etmişəm ağları yuyanda. Bir də amma miqdarını deyə bilmərəm də bacım. Yəni baxır paltarın azlığına, çoxluğuna. Yəni mən özünüz də görürsünüz, həmişə elə gözə yarı əlavə edirəm. Açıram bu yekeykanı, elə gözə yarı əlavə edirəm. Biraz suyu götürəndən sonra əlavə edirəm ki, yəni paltar quru olmasın da xanımlar. Bir abarot suyu götürəndən sonra, bilirəm ki, ikinci abarot indi götürəcək. Baxın bu yekeyki gözə yarı əlavə edirəm. Yəni belə ölçməmişəm. Məndə də ən azı hardasa bir 2-yə 3 kiloya qədər də olub ağlar olduğu. Yəni hardasa əgər belə desək, yəni 2 kilo paltara hardasa stəkanın 1/3 qədər belə deyə bilərəm. 2 kilo, 3 kilo paltara stəkanın 1/3 qədər, yəni stəkanı 3 yerə bölsək, bax o qədər əlavə edirəm. Elə olur ki, elə bir dənə nəsə köynəkdir, 1-2 dənə də nəsə bir dənə köynəkdə ləkə var. Onu yumaq üçün yanına da başqa nələrsə əlavə edirəm. Və onu da deyim ki, əgər ağappaq paltardırsa, yəni üzərində başqa heç nə yoxdur, futbolkadır, saroçkadır, yəni üzərində heç bir xətt falan yoxdursa, bax o ləkəli yeri haradırsa, onun üzərinə də belə tökürəm, biraz belə əlimlə yayıram, sonra da oxalayıram belə. Və yəni su vurmadan elə özünə o ləkənin üstünə tökürəm. Elə o formada da maşına əlavə edirəm, yuyuram, ləkəsi gedir. Yəni elə də etmək olar. Bacımız soruşdu ki, ruçka ləkəsini düzdür, indi elə körpəm yoxdur, Nurayın da elə köynəklərində ruçka ləkəsi olmur. Amma ümumiyyətlə belə ki, elə edirəm, elə də yoxlaya bilərsiniz. Baxın, görün, gedər, getməz. Yəni belə, baxın bu formada. İndi mən bunu istifadə edirəm burada mətbəxdə. Həm paltara əlavə edirəm, hər şeyə. Və mətbəx təmizliyində. Sonra bu qutarandan sonra, yəni bunların başı belədir xanımlar. Bunlar istifadə rahat deyirlər, çox tökülür. Baxın bu formada da rəngi də baxın belə. Sarımtıl belə geldi. Bu rahat olmur deyə bunu açıram, bunun içinə boşaldıram. Bunun ucu nazikdir deyə rahat istifadə etməyə.
Yəni mən belə kimyasal vasitələri bilmirdim. İlk dəfə elə illər öncə də Rauf aldı, gətirdi və əslində mən həmişə hər bir şeyi soda ilə, bir də qap şampunundan istifadə etmişəm. Yenə də bunlar zərərlidir. Bacardığımız qədər az istifadə edək. Mən həmişə də istifadə edəndə pəncərəni açıram ki, iyisi olmasın, iyi adamı boğur. Və çox redki belə xlor, redki belə hamama qoyardım onu da. Amma indi bunlar cürbəcür belə vasitələr çıxıb, yəni başqasında elə fərqi yoxdur. Mənim üçün hamısı eynidir. Belə deyərdim, daha rahatı, həm ucuzdur, həm eyni keyfiyyətdir. Bunlar mənə daha rahatdır, xanımlar. Yəni reklam falan deyil. Sadəcə olaraq izləyicim soruşdu, mən də dedim göstərim. Yəni mən indi bundan yuram. Bu bitəndən sonra da bunu əlavə edəcəm ora. Yəni fərqi yoxdur. Üstündə paltar şəkil olmasa da belə bu hamam üçün olan elə fərqi yoxdur, xanımlar. Elə hamamı da bundan yuyuram. Yəni mən hər şeydə bunu. Öncələr adı yalnız bilizna idi. İndi adı çistina olub, bilizna aşağıdan yazılıb. Bu da Trivadnom, yəni üçü birində. Bu daha bundan da güclüdür, hələ mənə elə gəlir. Belə əzizlərim. Bunu dedim çəkim göstərim. Prosta indi yuyulacısı ağ paltarım yoxdur deyə. Buna görə də paltarsız elə belə dedim. Bir də bir izləyicimiz də daim olaraq yazır ki, toyuğu az yeyin, toyuq yeməyin, toyuğu çox bişirsin. Hər dəfə bir cür yazır. Yəni bilmirəm indi o xanım bəlkə bizi hardansa başqa ölkədən izləyir, amma yenə də bütün bilmək olar da sosial şəbəkədə paylaşılır. Yəni indi Azərbaycanda ətdə, heyvanda, iri buynuzlu heyvanlarda, yəni dabaq xəstəliyi var. Və mən düzdür indi deyirəm yenə, amma bundan sonra izləyəcəyiniz videolarda da hətta demişəm. Prosta dedim belə çəkmişkən bu izləyicimiz üçün də deyim. Ona görə biz ət almırıq. Evdə olan nə ətimiz varsa, onlar çoxdanan alınandır. Bu sentyabr ayıydı deyəsən biz qoyun aldıq. Sentyabrın sonları idi. Yəni onu doğradım, yerləşdirdim. Belə ara bir bişirirəm də, amma onu doğradığımı, yerləşdirdiyimi daha çəkmədim. Bu dəfə çəkmədim. İndi yəni bu sonlarıdır ətimizin. Ətimiz də var. Sadəcə olaraq biz yeni ət almırıq da indi xanımlar. Xəstəliklə bağlı. Bir izləyicimiz də yazıb ki, Manqostan ətinə münasibətiniz, yəni biz almamışıq, almırıq da, bilmirəm. Yəni onu heç vaxt almarıq. Hətta Rauf bu xəstəliyə görə yerli ət almır. Ümumiyyətlə xaricdən gələni məncə heç almaz, heç vaxt almaz. Yəni mən düzdür əleyhinə deyəm buradakı ətlərimizdə. Yəni elə də çox elə qorxum yoxdur xəstəlikdən. Ümumiyyətlə həmişə istifadə etdiyimiz bilmişik ki, necə təmizdir, xəstəliyi var, xəstəliyi yox. Qaynayanda bütün mikrobları məncə ölür də, nə xəstəliyi varsa. Amma Rauf uşaqlar üçün narahatdır, istəmir. Yəni bacardığımız qədər ən azından evimizə istəmir də, bilmirəm də hələ. Toyuq alırıq xanımlar. Həm broiler, həm belə kənd toyuğu alırıq. Zakaz edir, tovuzdan gətizdirir. Belə ətlər istifadə edirik. Bir də balıq. Və evdə nə ətimiz varsa hələ ondan. Baxın, burada bir büküm quzu əti də çıxartdım. Bir də bax, bu toyuğu çıxartdım. Bugün qonağımız olacaq axşam. Bugün bunu hazırlayacağım, amma bugün ümumiyyətlə vlog çəkməyəcəm. Prosta indi dedim çəkim. Bu izləyicimiz bu çistini soruşmuşdu. Onun üçün dedim çəkim. Belə, yəni bizdə yəni hər kəs özü bilər, hər kəs necə ona rahatdırsa istifadə edir, ürəyi nə istəyir, yeyir. Sonra maddi baxımdan nəyə imkanı çatır, pişirir, yeyir də. Yəni nə deyim, mən başqa nə deyə bilərəm ki? Yəni bizə nə olar, az yeyin, çox yeyin. Yəni özümüz qərar verə bilərik də. Yəni nə tərdim, bacımız elə yazıbdı ki, toyuğu az yeyin. Az yeyin, yoxsa yeməyin, nəsə belə də. Yəni indi hər kəs özü bilər, hər kəs, heç kim mən ailə işinə qarışa bilmərəm, düşünürəm. Məsləhət olar, yazılış qaydası var, bir başa salmaq olar nəyə görə. Yəni biz də burada yaşayırıq da Azərbaycanda, biz də bilirik vəziyyət nədir və biz bilirik nəyə görə. Əlbəttə ki, mən də broileri istəmərəm, çox istifadə edək, amma bişirək. Amma uşaqlar istəyirlər. Vlogda da dönə-dönə deyirəm ki, yəni uşağa görə bişirəm, onlar istəyirlər. Belə toyuqlarımız da, yəni varımız da zapasda həmişə qutaran kimi Rauf alır, gətirir xanımlar. Belə, amma ətimiz də var, narahat olmayın. İndi bugün ətli xörək bişirəcəm. Əzizlərim, yəni indi bu qədər olsun. İndi bu vlogun davamında əslində izləyəcək olduğunuz vlog olacaq. Hər birinizə xoş izləmələr diləyirəm. Yeri gəlmişkən siz indi vloglarda qaynanamsız vloqları izləyirsiniz, amma qaynanam da bir müddətdir bizdədir, təkrar gəlibdir.
Yəni dedim göstərim, yəni baxın dərmanını, kuloku, kəlağayı, yəni nənə bizdədir. İndi bu izləyəcəyiniz videodan sonra yəqin ki, digər vloqlarda qaynanamı da görə biləcəksiniz. Belə əzizlərim, yenə çox danışdım, 10 dəqiqəni keçdi. Sizlərə xoş izləmələr. Salam xanımlar, yeni bir günün hər birinizi salamlayıram. Paltarı qoşdum, axşam yataq üzümüzü dəyişdim. Bir kəndə paltar vardı, birlikdə əlavə etdim, yuyulsunlar xanımlar. Onlar yuyulsunlar. Belə, bugün nə iş görəcəm onu deyim. Bir dənə kənd toyuğu çıxartdım ki xanımlar. Düyü də gətirdim, dedim aş dəmliyim. Bilmirəm də, toyuğu yəqin ki ayrıca qızardaram. Çünki uşaqlar o toyuğu sevmirlər. Dedim belə pişirəcəm, yeməyəcəklər, eləcə düyü yeyəcəklər, bilmirəm də. Amma gedib almaq olar, broiler, prosta özüm istəmirəm, deyirəm, beləcə hazırlayayım, görüm yeyərlərmi. Cəsur evdədir, deyə yavaşdan sonra eşidir. Görək, belə pişirərəm. Həyətə çıxmışdım, getdim orada nə kartoşkaya baxdım ki, görüm kartoşkamız nə qədər qalıb. Bəzən uşaqlar gətirilir, bilmirəm. Baxın. Bir kisə kartofdan, yəni Gədəbəydən gəlmişdi, 50 kiloluk kisəydi, ondan bu qalıbdı. Hardasa 2 ay olmaz da, oca qutardı. Çünki çox işləyən uşaqlar çox istəyirlər, kartoşkanı yeyirlər. Bütün günü kartof olsun. Olsa atqaz yoxdur, isə hər gün orta axşam. Belə maşınkamız suyu götürür, çıxın mən də həyətdə pilləkəni süpürüm xanımlar. İndi istəyirəm, gün ortaya bundan qızardaram, qız evə gəlib gedəcək dərsə. Bilmirəm, istəyirəm gün orta üçün ondan qızardım. Aşı da elə eləyim ki, axşam olsun da, Rafişdən gələnə vaxtda. Təzə olsun, o da isti olsun, təzə dəmlənmiş olsun. Belə əzizlərim, orada yuyulsun. Mən də çıxım pilləkəni bir dənə süpürgə vurum. Çayını ki, qoy yandırım, Cəsur çay istəyirdi. Gətirim telefonda zaratka taxım, zaratkam da azdır. Özüm də bir həyətə çıxım yenə. Gedim oranı süpürmək lazımdır. Işığı da söndürməyim, mən çıxım, uşaq gəlsin. Elə buralar necədir? Pis deyil. Orada yenə kitab var. Nuray işləyir də burada xanımlar. Sakitçilik istəyir ki, dərslərini eləsin. Ona görə demirəm. Heç nə demirəm, nə deyim? Əsas uşaq oxusun. Belə xanımlar. Süpürgəmi götürün, buralara əl gəzirin. Baxın, belə ipdə paltarlar var. Onlar qurusun, 2 gündür. Sıraha gün sərdiyim paltardır. Dünə yumamışam. Yox, dünə yumamışam heç nə. Görək, bugünə quruyar, qalın paltarlardır. Sportivlilərdir, Cəsurun içi qalın. Onlar gün ortaya quruyar yəqin. Baxın, belədir. Hava soyuqdur, havalar dəyişdi. Soyudu. Demə süpürgəmi götürüb pilləkən qarşısını bu tərəfləri süpürüm xanımlar. Keçim evə kartoşka da biraz soyum, hazır dursun. Gün ortaya qızardaram. Qız da gəlib yeyib gedər. Bu stolların üzərini silirəm, yəni belə həyəti də təmizlik edirəm. Yağış damcılayıb. Yağır deyəsən. Həyəti yumasan da xanımlar, bu daşın üzərinə həmişə polları siləndə köhnə bir pol silənim var da, şvabraya keçirilən köhnə. Onu keçirdirəm, ondan yuyuram. Buranı da yuyuram, amma bu yanları yumasam da. Buranı mütləq hər dəfə yuyulur. Hər dəfədən yəni ən azından həftədə bir dəfə buranı da yuyuram xanımlar. Yoxsa belə həyət kimi olur da, tozlu olur. Belə xanımlar, buranı süpürüm, keçim evə. Xanımlar, baxın, bunları çıxartdım. Bir də yenə qara paltar çıxdı. Onu da tez bıstıraya qoydum. Amma paraşoku çox olub. Yenə əlavə yaxalanmaya da qoyaram. Sonra çıxardaram. Hamısını birlikdə ipdəkiləri yığıb sərərəm. Burada tez kartoşkadan soydum. Nuray burada dərs oxur. Oxu dərsi. Nuray mənə fikir vermedi. Söndürürüm telefonu. Kartoşkayı biraz qızardım. İkisi də gün orta yesinlər. Əslində dünənki yeməkdən də var Nuray. Gülkələmi. İstəyirsən ondan? Kartoşka, nədir yumurta ilə? Ondan da biraz var. Biraz da borş da var. Bir dəfə də borş pişirdim. Siz də videosuz xanımlar. Borşum da var biraz əslində.
Biraz da o brokoli yeməyindən var. Belə. Burada da mən Nuraya deyirəm ki, kişmiş çıxartmışdım. İstədim kişmişlə düyünü edəm. Toyuğu da ayrıca qızardım. Bax elə bol soğanlı qızardım da. Birinci qaynadım. Sonra da qızardım. Qız dedi ki, yox, mən kişmiş istəmirəm. Onda dedi noxud. Dedim noxudlu istəyirsən, dedi hə. Məndə də bir dənə 4 günc plasmas qabın içində noxud var. Hə, bir də baxında görürüm, yox, arxada belə bir noxudum da var. Elə daha bunu götürdüm. O da elə səliqəli plasmas qabda dursun, saxlama qabında. Da elə bunu götürdüm xanımlar. Elə bunu düyünlə qaynadıb süzərəm. Qatıq da var. Yumurta ilə qazmaq edərəm dibinə. Toyuğu da ayrıca bişirərəm. Belə o da olar axşam yeməyimiz. Əslində mən sizə kurtkalarımı da çəkməliydim. Eyb yoxda qoy uşaqları yedizdirim xanımlar. Onlar yesinlər. Qablarımı yuyum, paltarımı sərim. Sonra bir dənə də onlayn dərsim var. Ona da qoşulum. 1 saat olur onlayn dərs. Dərsimi keçim. Ondan sonra birlikdə də aşı dəmləyərik. Bu jileti giyinirəm həyətə çıxanda. Uzun jileti. Belə. Bu da kurtkalarımdır. Hani bunları sizə göstərəcəm xanımlar. Burada Nuraydı. Hazırlaşır, dərsə gedir, kursa. Kuxnada eləsəm nə olar? Burada yaxşıdır. İlə lütfü əynimə giyinim əynimdə. Çəkim mi? Telefonu bura keçirdim məncə. Başım niye bugün dedi? Neyse hanımlar. Bakın. Necə düşürüm uzaqdan. Bu dünya geyindiyimdə çox yüngüldü. Bunu biləcəyim oradan aldı. Onda deyim, elə ən qiymət baxımından ucuzuydu. Amma belə görünüşü, belə rahat çox bəyəndi bunu. Digər kurtkaları heç məni giyinib baxmağa da qoymadı ki, onlar deyir keyfiyyətli deyil, onlar yaxşı deyil. Bəziləri deyir, adamı yaşlı tutar. Deyirəm, cavanla, mən də yaşlıyam da. Deyir, yox, şimdi baxır necə də. Baxın belə. Baxın belə, görürsünüz, mən istəyirdim çox uzun olmasın, amma bədəni də tutan olsun da. Bu da belə forması var burada da, amma buradan belə uzundur biraz. Belə. Çivrələr də bu formada. Cibir doldurmuşam, salfetka, kaşıyor. Baxın belə, kapşonu da var. Görürsünüz nə yaxşıdır. Amma deməsən ki, belə yüngüldür, belə qalındır, isti də saxlayır xanımlar. Yaxşı kurtkadır. Mən digərinə ehtiyac yox idi. Çünki belə deyim də, vaxtı üçün demişdim, başqa geyimlərim var, üst geyimlərim var. Gündəlik bu rahat idi, elə bu bəs idi. Belə. Bunun burası sadəli bir yana, bunun özüdür. Belə. Amma digərində elə bir altından başqa bir koftanın qolu kimi belə manşet, sıx, rezin kimi var. Mənim o keçən geyinib sonra atdığım kurtkanın rəngi, bu biraz bejöbə kimi, bilmirəm telefonda necə düşür rəngi. O ser idi. O belə bax mənim bu koftamın rənginin parıltılısıdır. Bilmirəm də xatırlayarsınız yəqin. Onu astım. İstəmədim o qalsın evdə. Geyinim onu görmək istədim. Baxın burada. Bu çox nazikdir xanımlar. O da isti də saxlayır. Evdə yeni biraz gəzdim, gördüm mənə yaxşıdır. Belə həm rahatdır, yumuşaqdır. Baxın bunun qolunu bunu demək istəyirəm. Baxın həm belədir, həm altında rezində var. Yəni, indi bilmirəm nə qədər doğru gerçək, yəni raf özünü aldatdırmaz. Baxın belə, dəvə tükündəndir, yunundandır. Buna razmer 50-52 yazılıbdır. 50-52 yazılmışdı buna. Buna nə yazılmışdı? Buna 42. Görüşürüz, indi firmadan firmaya da fərq var. Bu yəsən kitayskidir. Bunun kağız adını atmışam. Məncə bu Çin olardı. Bilmirəm də, yalan deyil mi? Bilmədim, bunun istəsalını fikir verməmişəm.
Onda 42 yazıb razmer. Orada 40'ı giyindim, dar oldu. 42'ni giyindim, çox boş oldu. Mən dedim bu elə o dar olanı götürüb birdən kilo ataram da bəlkə biraz zayıfladım, çox boş olmasın elimə. Satıcı qızlara dedi ki, yox, bunu götür. Sonra bunun da bir razmer balacası idi, birinci gətirdi. Giyindim, dedi çox dardı üstündədir. Bu bir razmer böyük olsun. Burada da böyle çekilir. Bunda böyle bir tasarı var. Bir de çivileri var. Böyle bir ayrı. Burada kulüplerini böyle. Sonra bu yine böyle burada bu hiç yağının hiç şunu korumuyor çünkü. Bir cibimiz çok. Bunun da cibleri derinde. Yine burada da ama burada şarkı zamanlısı. Bunu da zamanlı burada. Böyle kaynatıp biraz ondan sonra böyle geçiyor. Bu da değil. Böyle yeni kurtkalarım. Nicat Hanım'a hoşunuz geldi. Benim hoşum geldi. Digərlərində və ümumiyyətlə evdə çox paltar var. Onların hamısını yığıb evdən çıxardacağım. İhtiyac olanlara verəcəm. Çox paltar var evdə, kutka. O qədər kutkalar var, Revanın da kutkaları var. Çox paltar var evdə. Uşaqların köhnə atmamışam, qıymamışam. Demişəm, bəlkə lazım olar. Bəlkə qar yağdı, oynadılar. Amma uşaqlar da böyüdülər. Uşaq vaxtı elə idi, köhnəsini evdə giyindirdim. Qar yağanda həyətdə oynayırlar. Yaxşısını məktəbə giyindirirdim. Belə xanımlar. Bunu da buradan götürüm. Çıxırsan mı? Hələ öpürsən. Və buradan bir dənə də salam demək istəyirəm. Hardasa keçən çəkilişimdə paltarda baxın xanımlar. Paltarda oje bəlkə də video çəkirdim də, hə. 3 il olar da bəlkə bu 3-cü qışda giyinirəm. Rahat bunu 2 dənə gətirmişdi də, almışdım. Yəni biri qara, biri də bu siyarı. Görün neçə ildir mən bunu giyin. Yəni Türkəndir, keyfiyyətli olanda belə olur xanımlar. Yəni bunların Bakı tikmələri də sonra çıxdı, yəni sex. Yəni onlar həm ucuzurdular, həm də onlar belə tez tikiliş yerinə söküldülər. Amma sökülənlər var da, yəni görmüşəm bu çox keyfiyyətlidirlər, yaxşıdırlar, rahat, yumuşaq, cana yatan. Sonradan Raf mənə belə zammoklusunu gətirdi. Evdə mənə elə zammoklu rahat deyil. Mən onu çölə bayıra giyinirim. Belə harasa gedəndə sportivində skin giyinirim. Evdə eləsə rahat deyil. Hə, belə əzizlərim. Bir də buradan bir izləyicimiz var. Belə əhvalat oldu, danışım sizə xanımlar. Nuray kursdaydı, axşam çağı idi. Mənə telefondan zəng gəldi nömrədən. Belə həyəcanlandım. Hər dəfə düşünürəm ki, bəlkə Nuraya nəsə olub, narahat olub, bəlkə ağrıyıb, nəsə də. Açdım, bir xanım rus dilində danışırdı. Danışacağım, özü biləcək kimdən danışıram. Sevinç xanım, bəs mən profil şəkildə Rəvanı gördüm sizin WhatsAppda. Bildim ki, bu sizsiz. Deməli, xanımın nəvəsi Nuray getdiyi kursa hazırlığa gedir o da. Bu xanım da sən demə mənim izləyicimdir. Deyir, mənim nəvəm də gedir, o 11-ci sinif üçün hazırlaşır, adını deməyəcəm uşağın. Deyir, qrupda gördüm ki, Ünsal müəllimin öz qrupu var da, kursun rəhbərinin. Gördüm ki, orada qrupdakilara baxırmış, görüb ki, profildə Rəvanın şəkili və baxıb ki, mən Nurayın anasıyam, Nuray da o kursa gedir. Xanım baxıb ki, mənim nömrəmdir və zəng gelib. Təsadüf. O qədər şad oldum. Xanım rus dilidir, rusca da danışdıq. Deyirəm, bəs olar sizin adınızı bilməyən, siz məni hardan tanıyırsınız da? Elə danışır, elə bilir, mən bilirəm. Mən də belə mətəl qaldım. Yəni bu, birinci elə bildim, orada rus dili müəlliməsi var. Elə bildim, onun səsidir, onun səsini oxşatdım. Gördüm, yox, belə, yəni sizi tanıyıram, Rəvanı çox istəyirəm. Ay Nuray, mənim nəvəmlə bir kursa gedir, çox xoş oldu, belə. Dedim, bəs sizin adınızı bilmək olar? Dedi, sizin videolara baxıram, amma hər dəfə də olmasa deyir, yazıram. Adını da dedi Tamila. Dedim, Tamila Bibikova, dedi, hə, o qədər şad oldum. Gec yazan, xanımdır, yazır, izləyir həmişə.
İnanırsınız, o mənim videolarıma mamam da baxır. Düzdür, onlar elə rəy yazmırlar. Deyirəm, elə siz çox elə yazmayın da, xoşlamıram ki, görünsün ki, elə ailə üzvləri dəstək kimi olur. Mən xoşlamıram. Amma mama da izləyir. Mama hətta bir dəfə Tamila xanımın rəyini skrin edib statusunda da paylaşmışdı. Həmişə o qədər gözəl sözlər yazır ki, sağ olsun. Allah ona uzun ömür, can sağlığı versin. Hə, belə tanış oldu. Dedi, hə, Tamila Bibikova. Dedim, bəs siz Rayzində qalmırsınız? Dedi, hə, mən özüm Rayzində qalıram, amma qızı şəhərdə qalır və nəvəsi o kursa hazırlığa gedir. Çox xoş oldu, çox şad oldum. Nə bilim, belə o qədər sevindim ki, bu hardasa 3-4 gün bundan qabaq olubdu. Hətta unutmasam, öncəki videoda danışa bilərdim. Unutmuşam, danışmamışam. Tamila xanıma bir daha buradan təşəkkür edirəm. Bizlərə dəyər verib, izlədiyi üçün çox sağ olsun. Mənə də çox xoş oldu. Ümumiyyətlə, kontaktimdə olan bütün xanımları çox sevirəm. Sağ olsunlar. Sizlər mənə qarşı necə, mən də sizlər üçün və təbii ki, YouTube sayəsində izləyənlər də hər birinizə Allah var eləsin. Sağ olun ki, varsınız. Və harda, baxın, burada misal üçün kursa da gedirdim, işə gedəndə, gələndə, yolda neçə dənə izləyicilərimlə rastlaşmışam. Çox xoş sözlər eşidirəm hər birinizdən. Çox sağ olun əzizlərim. Tamila xanım da sağ olsun ki, bizi izləyir. Hə, çox tərif etdi mənə də. Sağ olsun, Allah razı olsun. Mənə də çox xoş oldu. İnanın ki, o qədər xoş oldu. Belə gözləmirdim də. Deyir, inşallah maman gələn, nə vaxt gələndə Qaraçora bizə də gəl. Sağ olsun, Allah razı olsun. İnşallah qismət olarsa bir gün görüşərik. Hə, əzizlərim, çox mu danışdım? Hə, çox mənə xoş təsir etdi. İndi Nuray kursa gedir, yenə yadıma düşdü. Yəni orada eyni qrupdayıq valideynlər olaraq. Hə, nənədir, yəni nəvəsi üçün o qrupdadır. Allah elə nənələrin canını sağ eləsin. Xoş olur belə qayağı keş nənələr görəndə. Belə gözəl izləyicilərim var. Adama çox xoş olur xanımlar. Da bundan artıq video çəkənə nə lazımdır ki, dəyərli izləyicilərimiz var. Sağ olsunlar. Bütün kanalları izləyirlər, dəstək olurlar valla. Zamanınızı ayırırsınız, bizim əməyimizə dəyər verirsiniz. Bizləri əməyə dəyər vermək bir başqa, yəni ailələrimizi, bizləri sevdiyiniz üçün, bizlərin çəkilişlərimizi belə sevərək, gözləyərək izləyirsiniz. Sağ olun ki, bizləri özünüzdən, öz ailənizdən bilirsiniz. Yəni bu həm mənə, həm bütün video çəkənlər üçün təbii ki, xoşdur. Belə sizlərim, mən bunu söndürüm və Nuray çıxsın, onu yola salım, görüm sözü nə var mənə. Başlayım yeməyimi yavaş-yavaş pişirməyə xanımlar. Pişirim hazır qoyum və sonra da axşam görüm yürüyüşə yenə çıxa bilərəmmi, yoxsa yox. Bilsəm ki, Rauf mənlə çıxmayacaq, özüm biraz tez gedərdim. Elə olur, onda axşamlar iş olur da xanımlar. Hər dəfə mənlə çıxa bilməz ki. Bugünə kim həmişə çıxıb, bir dənə dünən burada evə gəldi, mən də onunla bərabər evə gəldim, elə geyindim, bəzədim. Burada Aksaraydaydı toy. Hə, toya getdi. Allah hamıya qismət eləsin. Bütün bizim gözəl izləyicilərimizə xoş günlər qismət etsin hər birimizə inşallah. Xanımlar, çolpanı tərtəmiz təmizlədim, yudum, doğradım. Bir neçə dəfə də yenə yudum. Belə qoydum, astım qaynasın xanımlar, pişsin. Belə. İndi soğanlı soyum, burada da toyuğun dərlərdir. Bunu aparıb həyətdəki qab var pişiklər üçün. Onun içinə qoyaram. Belə soğanlı soyum, doğruyum, hansı qabdakı toyuğu qovuracam. Onun içinə əlavə edim. Düyü töküm.
Baxın buna. Bunu da qaynadacağım. Buna süzəcəm düyü. Buna indi qoyacağım. Bir də dəmləməyi də bilmirəm. İran qazanını mı çıxardım, yoxsa o bənövşəyə qazanını mı çıxardım. Baxaram hansını çıxardaram. Belə əzizlərim, bunları da edim yavaş-yavaş. Xanımlar, nə etdim? Soğanı yudum, doğradım. Baxın belə aypara formasında doğradım. Üzərinə kərə yağı qoydum. Ondan qızardacağım indi. Elə yandırım. Elə qızarsın. Toyuğumuz da burada qaynayır. Kəfini 2 dəfə aldım. Hələ duz əlavə etməmişəm. Bu biraz yaxşı pişsin. Xanımlar, bir fikirləşdim ki, birinci 5 stəkan əlavə etdim düyü. Bildim ki, gördüm ki, azdır. 1 stəkan da əlavə etdim. 6. Baxın, bu qədər də qaldı. Bilmirəm, əslində hamısını da etmək olar. Səhərə də qalsa, uşaqlarım elə ətsizdir. Yəni, ümumiyyətlə, ağ xoşlayırlar. Heç nura görürsünüz, kişmiş qoymadı əlavə edim. Ona görə noxudu da belə çıxartdım. Noxud yudum. Noxud əlavə edərəm. Düyünə bir yerdə qaynayar. Belə. Yəni, deyirəm, bu qədər bəsdir də, yox, bundan sonra ayrıca da eləyərəm. Ayrı dəmləyərəm bundan sonra. Yağ da budur, belə. Bunun burasından kəsdim, oraya əlavə etdim soğanın yanına. İndi fikirləşirəm ki, bu işlənib də, bunu dəmləyəndə düyünün üzərinə qoyuram bunun hamısını. Qabı təmiz yuyub, sonra bunu doğru bu qaba yığaram, xanımlar, yağı. Belə. Belə işlər. İndi hələ düyünün üzərinə su tökmürəm. Mən çox saxlamıram onu elə suda. Elə qaynamağa suyunu qoyanda üzərinə su alaram. Belə xanımlar, hələlik bu yağı da götürəcəm. Sonra əlavə edərəm qabı yuvandan sonra. Düyünü də götürüm. Burada sıxlıq olmasın. Nə etdim xanımlar? Bu soğanı çox qovurmadım. Biraz belə qovurdum ki, sonra ətlər pişsin. İçinə əlavə edib birlikdə qovuracağım. Onda istiyotda bir azacaq sarı köktə əlavə edərəm. Hələ yarım saatda pişir. Bu bir yarım saatda pişsin. Tam 1 saat qaynasın. Suyunu da bulyon kimi götürərəm. Belə su da qoydum qaynamağa. Bunda da biraz yemək qalmışdı. Brokoli, dünən hazırladığım yumurta ilə brokoli. Onu özüm yudum, indi bunu silib götürəcəm, quruluyum xanımlar. Düyünü də üzərinə su əlavə etdim. Əlavə edəndə yuyacağım, 1-2-3 dəfə də yuyub suyunu axıdacağım. Belə xanım, hələ ki bunları etdim. İndi bunu quruluyum, götürüm. Xanımlar, ət yaxşı pişdi. Təkrar belə soğan üzərindən düzdüm. Xanımlar, qoydum, qızarsın burada. Birlikdə qızarsınlar. Çünki soğanları ağ götürmüşdüm ki, birlikdə qızararlar. Bu bulyondur. Bunu biraz hələ soyulsun. Bunu süzəcəm bir qaba. Sarı kökünü də üzərinə bağlayaq. Belə. Bu da biraz qatıqdır. 2 ədəd də yumurta qırdım üzərinə xanımlar. Suyumuz qaynadı. Vəsə. İndi düyünü yuyub əlavə edirəm qazana. Üzərindən də noxudu da suyunu süzüb. Çünki noxudu yudum. Onu da süzüb əlavə edəcəm qazana xanımlar. Birlikdə düyünlə noxud qaynasınlar. Xanımlar, baxın, bu qədər bulyon oldu. Biraz soyulsun, buzluğa qoyacağım. Bu da qatıqla yumurtadır. Biraz da duz da əlavə etmişəm içinə. Burada düyünlə noxuddur. Belə. Sarı kökü də aralarına əlavə edərəm, yadımdan çıxmasa. Krışkasını örtmürəm, çünki qaynada daşır, ona görə örtmürəm. Burada da toyuq qızarır. Bilmirəm, çəkdimmi bayaq, çıxır, nə çəkirəm. Çəkmirəm. Soğan biraz da qızarsın, söndürəcəm. Çox qupqu olmasın. Baxın, pişib, elə pişib, şu qaşıq da əzir bunu, plastik qaşıq da əzir. Tam 1 saat qaynatdım. Yaxşıdır, biraz da qızarsın. 5 dəqiqədə söndürərəm onu. Xanımlar, dəmiri qoydum, yandırdım, yavaş-yavaş sinsin. Bu hazırdır, bunu kənara qoydum. Baxın, belə qəşəng qızardı bu.
Bu yağımız da indi lazım olacaq. Üstündə sarı kök eləmişəm. Belə. Burada qatıqla yumurta, biraz da düydən əlavə etdim. Belə qarışdırdım xanımlar. Dilim qoy biraz bərkisin burada ki, düyünü əlavə edəndə sırazı buna çox elə yapışmasın da. Qoy biraz bunlar bərkisin. Necə çəkirəm mən. Burada sarı köküm. Gətirdim ki, unutmayam. Burada yuyulacaq qablarım. Hazır dursun xanımlar. Məncə düyünə əlavə etmək olar. Əlavə edim xanımlar. Əslində o banka 1 kilo 750 idi. Elə hamısında etsəm olardı. Mənim uşaqlarım çünki düyünü sevirlər. Bütün günü versən yeyərlər düyünü, bir də kartuşka qızartmasını. Bu inanmıram ki, sabah gün ortaya qalar. Bu indi axşam bəlkə də hərəsi 2 dəfə yeyəcək. Mən də bilirsiniz ki, səhərə yemək qalanda xoşlayıram. Ən azından gün orta üçün hazır evdə yemək olanda. Düyünü belə bək-bək sıxmaq olmaz. Baxın, belə dən-dən olsun. Qazanın qırağına qaşığı vurmaq olmaz. Onda düyülər yapışırlar. Yəni arada boşluq olmur. Yaxşı dəm almır onda xanımlar. Telefonu söndürüm. Xanımlar, baxın. Belə çay dəsmalım da var. Aş dəmləmək üçün istifadə edirəm. Baxın, belə yağlar da elə o sarı köklü çay qaşığıyla bölüşdürdüm. Ərimişdi qəşəng. Üzərindən əlavə etdim. Sarı kökünü əlavə etdim. Vəsə. Saat 4-ün yarısı da hardasa 5-in yarısına 5-ə qədər belə burada dursun dəmdə. Bu da sarı kök düşüb burasına. Bu belə. İndi bunlar da yuyulacaq qablarım. İndi bunu da yuyum. Yağı da əlavə edim onun içinə xanımlar. Belə istidir. Bir dənə də çay qoyuram özümə. Sonra qabları yuyaram. Belə istəyirəm. Bunları da yuyum. Azaltdım işlərimi. Yeməyim hazır demək olar ki. Xanımlar, qablara deyirəm, məni bağışlayın. İşığı da söndürdüm. Özümə də bir stəkan çay süzdüm. Oturum bu çayı içim xanımlar. Sonra durub yuyacam. Əslində mən həm yeməyi edirəm xanımlar və ev üzrə başqa işlər də edirəm. Şifanyerdə paltarlar qatlayıram, yerlərini dəyişirəm. Yay, qışı bəzilər, yəni öz şkafımda, öz paltarlarımın içində. Ona görə ayaqdayam bayaqdan. Dedim, qoy bu bir stəkan çayı içim. Sonra durub qabları yuyaram. Burada da əncəm mürəbbəmdir xanımlar. Bundan çay içim. Şokoladdansa elə mürəbbə yaxşıdır. Xanımlar, qablarımı da yudum hamısını. Zibildə də aparacam, həyətə dəyişdim onu da. Belə yağımı da doğradım. Qalan hissəsini xanımlar, qabı qəşəng yudum, sildim. Paçkan qalan hissəsini də belə doğradım. Qoyum soyuducuya. Belə düyümüz də burada dəm alır. Sarı kökün rəngi çıxdı, deyibdir. Qazanı mən belə fırlatdım. Elə uşaq vaxtını elə görmüşüm, amma dəmləndə bir müddətdən sonra qazanı hər yerdə deyir, ola bilsin ki, hansısa tərəfi yandıra bilər, hansısa tərəfi yaxşı hiss etmir. Ona görə
Mən də dəyişdim. 5-in yarısı olur. Qoy saat 5-ə qədər dəmlənsin. Qazını da çox az qoymuşam xanama. Yavaş-yavaş qazmağı da bişsin. Baxın, belə çox az çıxdı qazı. Bu bibişiyinə qurban əsmə. Payları var da, özü və də. Hər dəfə bunları görəndə həqiqətən də mənə xoş təsir edir. Pəncərəni də açıq qoymuşam xanıma. Mən istilənirəm. Qabları dəymirəm. Qoy özlərinin suyu çəkilsin. Belə burada. Bir bankada turşudan gətirdim. Axşam yeməklə açaram. Nuş edərlər, deyərlər, görüm necə çıxıb. Belə. Xanımlar, mən və mətbəx. Xanımlar, baxın, aşımız belə oldu. Qəşəngdir, dən-dən oldu. Bunu da isitdim indi xanımlar. Cəsura yemək çəkdim. O yeyib gedir. Ona görə işi var. Baxın, bir banka hamısını boşaltdım. Bu qədərdir. Bankada xanımlar. Baxın, nə qəşəng. Turşunun dadına baxar Cəsur, görək nə deyir. Belə. Bu da aşımız. Belə. Göz haqqınızı halal edin, əzizlərim. Qoy turşu üçün başqa bir də gətirim. Salfetka gedim sokta gətirim, bu yesin, başlasın. Allah hər birinizin ruzinizi bol etsin, qazanlarınızı hər zaman qaynar etsin əzizlərim. Bu da bizim bu şəkil axşam yeməyimiz. Göz haqqınızı bir daha halal edin əzizlərim. Cəsur çağırdı ki, amma gəl stol silmədim. Elə yaxşı uşaqdır ki, yeyir, həmişə qablarını götürür. Turşuyu da yeyib qutarıb, halal xoşu. Elə stol silim xanımlar, qablarını gətirib qoyub. Belə sevinirəm ki, Cəsur belə yeyəndə toyuq qəşəng pişmişdi. Bilmədi. Demədi ki, mama bu nədir, soruşmadı ki, amma yedi. Xanımlar, belə. Bu da mən. Səhər istilənirəm, axşamlar üşüyürəm, jünetimi də giyinmişəm. Kitab mənim güzgümdür, bəzən buradan da özümə baxıram. Axşamlar olanda. Xanımlar, hava da belə yağışlıdır. Rauf da gəldi, yemək yedi. Belə xanımlar, biz gedək Nurayı qarşılamağa. Biraz da gezək. Əsas çəki atmaq üçün deyil xanımlar. Sağlamlıq baxımından, nə bilim, ürək həkiminə də getmişdim də, kardioloqa. Yəni, çalışıram güya sağlam həyat tərzi, biraz ziyanlı yeməklərdən, şirniyyatdan özümü saxlayıram ki, təzyiqim yüksəlməsi, stressdən, əsəbdən, çox belə YouTube-la da məşğul olmuram, çox elə gedib baxmıram da, heç kəsə demək olar ki, YouTube-a baxmıram. Öz çəkilişlərimi də gec-gec montaj edirəm. Əsas yürüyüşə vaxt ayırıram, nə bilim. Özümü yormamağa çalışıram. Belə. Burada vlogumuzu sonlandıraq, qaranlıqda, yolda. İnşallah bəyənərək, sevərək izlədiyiniz vloglardan olar əzizlərim. Allah qismət edərsə, növbəti vloglarda görüşərik. Allah əmanında qalın, hələlik.